Vaxtınız xeyir, dəyərli müştərilərimiz. Gözəl bir dənə mənzil çəkəcəm. Xırdalanın deyərəm bəlkə ən gözəl mənzillərindən birini təqdim edirəm. Çəkişi başladım binanın blok hissəsindən. Bloku da maşallah çox gözəl, səliqəli. Xırdalanda bir nömrəli bina deyərəm bu binaya. 2 ədəd Sigma lifti var bu binanın. Bütün kommunallar mövcuddur. Qanuni 4 otaqlı sərfəli bir qiymətə satışa çıxdı. Və keçək mənzilimizdən sizə tanış edeyim. Giriş, hol hissəsi bizi qarşılayır. Kermogranit hissələr isti poldan ibarətdir. Solda sanitar qovşağı. Sanitar qovşaqları ayrı-ayrılıqdadır. Deməli, sanitar qovşaq hamam otağı isti poldan ibarətdir və bütün aksesuarları var. Bir yaşa bir mənzildir. Əşyalarınızı yerləşdirin, mənzildə yaşayın. Və keçək sağda geniş bir mətbəx. Gözəl bir mətbəx mebeli bizi qarşılayır. Mətbəx də isti poldur. Qanuni 4 otaqlı yer çəkən bir mənzildir və gözəl bir eyvan hissəsi. Heydər Əliyev prospektinə baxır. Bina isə Heydər Əliyev prospektinin tam üstündə yerləşir. Qanuni 4 otaq. Çox mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir bu mənzil. Keçək yataq otaqlarından sizə tanış edeyim. Möhtəşəm bir yataq otağı bizi qarşılayır. Təmiz zövqü çox zövqlə təmir olunubdur. Avoy seçimidir, pərdəsidir. Deməli, polu parketdir. Təzə parketlərdəndir və bahalı parketdir. Keçək digər otaqlarından sizə tanış edeyim. Geniş bir zalı. Zalımızın ümumi sahəsi tək 35 kvadratdan ibarətdir. Mənzilin ümumi sahəsi 164 kvadratdır. Ümumi sahəsi 164 kvadrat. Gözəl çırağı həm binanın ön hissəsinə, həm arxa hissəsinə baxır. Keçək digər otaqlardan sizə tanış edeyim. Bu bina Xırdalanda dediyim kimi ən gözəl birinci binalardan birincisidir deyərəm elə. Və yataq otağı və sonuncu uşaq otağından sizə təqdim edeyim. Və sonuncu uşaq otağı belə gözəl bir ara kəsməklə bağlayırdı eyvanla uşaq otağının arasını. Və eyvanda da burada kermogranit hissələr isti poldur və digər otaqdan da belə ara kəsməklə bağlayırdı. Qanuni 4 otaqdır, 164 kvadrat sənəd qubca, çıxarış əldə, ipoteka tam yararlı. Və qiymət kimə maraqlı olsa şərh bölməsində qiyməti deyəcəm. Bugünlük bu qədər, sağ olun, var olun.